Salam, hər vaxtınız xeyir. Sizi Riyaziyyat Vaxtı kanalında xoş gördük. Bugünlərim mən sizinlə ifadələrin sadələşdirilməsi mövzusuna baxacağım. Daha doğrusu, səhifə 67-də yerləşən test nümunələri bir-bir ilə sizinlə tanış olacağım. Xatırlatmaq istəyirəm ki, kanala abunə olmağı unutmayın və bugünkü tapşırıqlar test toplusu birinci hissədən işləniləcək. Keçid alaq birinci tapşırığımıza. Birinci tapşırığımız 2x bölünsün x üstəgəl 6 üstəgəl 2x bölünsün x çıx 6 cəmini tapın. Diqqətlə baxsaq, verilmiş ifadələrin müxtəlif məxrəcləri var. Bunun üçün biz verilmiş ifadələri orta məxrəcə gətirməliyik. Diqqətlə baxsaq, hər iki ifadə üçün orta məxrəc onların məxrəclərinin hasili olacaq. Yəni, x üstəgəl 6 vurulsun x çıx 6 bizim orta məxrəcimiz olacaq. Bunun üçün birinci ifadəmizin tamamlayıcı vurğusu x çıx 6 olacaq. Çünki yeni məxrəci köhnə məxrəcə bölməklə tamamlayıcı vurğunu qeyd etməliyik. Eyniliklə ikinci ifadə üçün tamamlayıcı vurğu x üstəgəl 6 edəcək. Gəlin izahla yazım. 2x vurulsun x çıx 6 olacaq. Üstəgəl 2x vurulsun x üstəgəl 6 ifadəsi alınacaq. Beləliklə biz orta məxrəcə gətirdik. İndi isə sürətdə olan ifadəni, yəni mötərəzələri vurmaqla açmalıyıq. Sonra da sadələşdirmələri aparmalıyıq. Gəlin əvvəlcə keçək. Xatırlayaq ki, məxrəcimiz hansı düstur əsasına açılacaq? X kvadrat çıx 6-nın kvadratı. Yəni kvadratların fərqi olacaq. Sürəti açırıq, 2x-i vururuq x-a. İzahla yazıram. Çıx, 2x-i vurursunuz 6-ya. Üstəgəl 2x-i vururuq x-a. Və üstəgəl, biraz çəkəcəm burada, 2x vurulsun 6 alınacaq. Beləliklə, məxrəcimizdə x kvadrat çıx 36, sürətdə isə 2x-i vururuq x-a, 2x-in kvadratı. 2x-i vurursunuz 6-ya, çıx 12x. Üstəgəl 2x kvadrat və üstəgəl 12x olacaq. 2x-in kvadratı üstəgəl 2x-in kvadratı 4x kvadrat edəcək. 12x mənfidir görürük, digəri müsbətdir. Mənfi 12 üstəgəl 12 bizə 0 verəcək. Beləliklə 4x kvadrat sürətdə olan ifadədir. Məxrəcdə isə x kvadrat çıx 36 qalacaq. Bizim doğru cavabımız E variantında verilmişdir. İndi isə gəlin keçid alaq ikinci test nümunəsinə. 3x bölünsün x çıx 2 üstəgəl 3x bölünsün x üstəgəl 2. Görürük ki, burada bizdə eyniliklə ifadələr verilir və biz bu ifadələri orta məxrəcə gətirməliyik. Orta məxrəcimiz verilmiş məxrəclərin hasili olacaq. Eyniliklə qeyd edirəm, x çıx 2, x üstəgəl 2 olaraq yazırıq. Tamamlayıcı vurğu olaraq birinci kəsrimizə x üstəgəl 2 gedəcək, ikinci kəsrimizə isə x çıx 2. Beləliklə, izahla yazıram, 3x vurulsun x üstəgəl 2, üstəgəl 3x vurulsun x çıx 2. Və gəlin mötərəzələri artıq açaq. Məxrəcdə x kvadrat çıx 2-nin kvadratı olacaq. Sürətdə isə 3x-i vururuq x-a eləyir 3x-in kvadratı. 3x-i vururam müsbət 2-yə üstəgəl 6x. Üstəgəl 3x-i vururuq x-a 3x-in kvadratı. Və 3x-i vururuq mənfi 2-yə, müsbəti mənfiyə vuranda mənfi 6x edəcək. Gəlin, davam edək. X kvadrat çıx 4 bizim məxrəcimizdir. Sürətdə isə 3x kvadrat üstəgəl 3x kvadrat 6x kvadrat edəcək. 6x çıx 6x bizə 0 verəcək. Beləliklə, 6x kvadrat bölünsün x kvadrat çıx 4 ifadəsi bizim yekun cavabımız olacaq. Keçid alaq üçüncü test növünə. M vurulsun böyük bir mötərəzə açılıb. 2 üstəgəl m kvadrat üstəgəl n kvadrat. Məxrəcimiz isə m olacaq.
ifadəsini sadələşdirin. Bu ifadəni sadələşdirmək üçün gəlin əvvəlcə mötərizədə olan ifadəni eyni məxrəcə gətirək. Yəni 2-nin məxrəci var, əslində 1-dir, sadəcə o 1 yazılmır. Ona görə bizim məxrəcimiz MN olacaq. 2-yə isə tamamlayıcı vurğu MN gedəcək. Yəni sürətdə 2MN üstəgəl M kvadrat üstəgəl N kvadrat kimi qalacaq. M və N hasilləri ixtisara gedəcək. Və bizdə qalacaq 2MN üstəgəl M kvadrat üstəgəl N kvadrat. Verilmiş ifadəni müxtəsər vurma düsturuna əsasən A üstəgəl B-nin kvadratı kimi yazmaq mümkündür. Yəni M üstəgəl N-in kvadratı olacaq. Doğru cavab E variantında göstərilmişdir. Keçid alaq 4-cü test növünə. X kvadrat üstəgəl Y kvadrat məxrəcdə XY çıx 2 və bütün bu ifadəni biz XY hasilinə vurmalıyıq. Eyniliklə mötərizədə olan ifadəni orta məxrəcə gətirəcəyik. Orta məxrəc X vur Y olacaq. Demək ki 2-nin məxrəci 1-dir. Bura tamamlayıcı vurğu olaraq XY gedəcək. Yəni X kvadrat üstəgəl Y kvadrat çıx 2XY. Və bütün bu mötərizə vurulsun XY olaraq qalacaq. Gördüyümüz bu məxrəclə həmin ifadə ixtisara gedir və qalır X kvadrat üstəgəl Y kvadrat çıx 2XY. Bu da A çıx B-nin kvadratı kimi yığılacaq. Yəni X çıx Y-in kvadratı. Doğru cavab C variantında göstərilmişdir. Keçid alaq 5-ci test növünə. 5-ci testimizdə deməli M kvadrat çıx 30 bölünsün M çıx 6 üstəgəl 6 bölünsün 6 çıx M. Əslində diqqətlə baxsaq məxrəclərimizdə hansı bir oxşarlıq var, amma M çıx 6 və 6 çıx M müxtəlif ifadələrdir. Burada siz mənfini kəsrin önünə çıxara bilərsiniz. Yəni bax bu mənfi kəsrin önünə keçə bilər. O zaman M kvadrat çıx 30 bölünsün M çıx 6 olacaq. Həmin mənfini çıxartdığıma görə məxrəc olacaq eyni M çıx 6 sürətdə 6. Beləliklə biz artıq görürük ki məxrəcimiz eynidir. Demək ki sürətlərdən işləməliyik. M kvadrat çıx 30 çıx 6. Bu da edəcək M kvadrat çıx 36 bölünsün M çıx 6. Beləliklə biz görürük ki sürətdə olan ifadəni biz müxtəsər vurma düsturuna əsasən aça bilərik. Çünki 6-nın kvadratı 36-dır. Yəni M çıx 6 M üstəgəl 6 kimi qeyd edə bilərəm sürətdə olan ifadəni. M çıx 6 və M çıx 6 ifadələri sadələşəcək, yəni ixtisar olunacaq. Və yekun cavabımız M üstəgəl 6 C variantında verilmişdir. Keçid alırıq 6-cı test növünə. B kvadrat bölünsün B çıx 4 çıx 16 B çıx 4. Görürük ki məxrəclərimiz eynidir. Məxrəclərimiz eyni olduğu halda biz sürətləri rahatlıqla çıxa bilərik. B kvadrat çıx 16 16 4-ün kvadratıdır. Beləliklə biz sürəti B çıx 4, B üstəgəl 4 kimi qeyd edə bilərik. Məxrəcdə isə B çıx 4 qalacaq. Eyniliklə baxırıq ki, nəyi ixtisar edə bilərik? B çıx 4-dən B çıx 4 ixtisara gedəcək. Yekun cavab B üstəgəl 4 E variantında verilmişdir. Keçid alaq 7-ci test növünə. Xatırladım ki, bu günləri mən sizinlə test toplusu 1-ci hissədə olan ifadələrin sadələşdirilməsi səhifə 67-də olan testlərlə tanış oluram. B bölünsün C. Belə bir ifadə verilib mötərizədə. Bölünsün B çıx C bölünsün 2BC. Eyniliklə əvvəlki misallarda olduğu kimi biz mötərizənin daxilində olan ifadəni orta məxrəcə gətirməliyik. Orta məxrəc bizdə CB olacaq. Bu deməkdir ki, tamamlayıcı vurğu olaraq bura B, bura isə C gedəcək. Yəni B-nin kvadratı çıx C-nin kvadratı. Bölməni vurma ilə əvəz edəcəm və ikinci kəsrin tərsi, yəni sürətlə məxrəcin yeri dəyişəcək. 2BC B çıx C olacaq.
Beləliklə BC və BC ixtisara gedəcək. Bizdə sürətli qalacaq 2. B kvadrat çıx C kvadratsa düz sürəsəsindən aşılacaq. B çıx C, B üstəgəl C olaraq alacaq. Məxrəcdə isə B çıx C qalacaq. Beləliklə B çıx C ilə B çıx C ixtisara gedir və bizdə qalır 2 vurulsun B üstəgəl C. Yekun cavabımız B variantında göstərilmişdir. Keçid alaq 8-ci test nümunəsinə. 3AB bölünsün A üstəgəl B ifadəsi. Vurulsun mötərizədə isə A böl B çıx B bölünsün A olacaq. Eyniliklə birinci ifadə olduğu kimi qalacaq. Mötərizədə olan ifadəni isə mən orta məxrəcə gətirməyə çalışacağam. Yəni, orta məxrəc bizdə olacaq A vur B. A, B-ni böləcək B-yə, tamamlayıcı vurğu A gedir. Burada isə B olacaq. Yəni, A kvadrat çıx B kvadrat alınacaq. Baxırıq ki, ixtisarlar mümkündürsə onları aparırıq. Sonra isə davam edirik. Sürətdə 3 vurulsun. A kvadrat çıx B kvadrat olacaq. A çıx B, A üstəgəl B olaraq yığılacaq. Məxrəcdə isə A üstəgəl B qalacaq. Yəni, A üstəgəl B və A üstəgəl B ixtisar olunub. Qalır 3 vurulsun. A çıx B ifadəsi. Doğru cavab B variantında göstərilmişdir. Keçid alaq növbəti səhifəyə, səhifə 68-də olan tapşırıqlara. Yəni, tapşırıq 9-a. 9-cu test növünə baxırıq. 3 bölünsün x çıx 2, çıx 3 bölünsün x üstəgəl 2. Bu bizim mötərizədə olan ifadəmizdir. Vurulsun x kvadrat çıx 4, məxrəcdə isə x üstəgəl 2 olacaq. Eyniliklə, deməli, mötərizənin daxilində olan ifadəni orta məxrəcə gətirməliyik. Orta məxrəc bizdə olacaq onların hasili. X çıx 2 vurulsun x üstəgəl 2. Tamamlayıcı vurğu x üstəgəl 2 olacaq. Bura isə x çıx 2. Yəni, sürətdə yaza bilərəm. 3x üstəgəl 6 çıx 3x mənfi 2-ni də mənfi 3-ə vuranda eləyib üstəgəl 6. Vurulsun, ikinci ifadəni olduğu kimi yazacaq. Diqqətlə baxsaq, əslində birinci kəsrin məxrəci ilə ikinci kəsrin sürəti eyni ifadədir. Buna görə də onları ixtisar edirik. Burada isə 3x çıx 3x bizə 0 verəcək. Beləliklə 6 üstəgəl 6, 12 qalacaq. Məxrəcdə isə x üstəgəl 2. A variantı bizim yekun cavabımız olacaq. Keçid alaq 10-cu test nümunəsinə. 10-cu test nümunəsində 1 çıx 1 bölünsün A kvadrat birinci ifadəmizdir. Bölünsün ikinci ifadədə isə 1 üstəgəl 1 bölünsün A olacaq. Eyniliklə həm birinci həm ikinci mötərizələri orta məxrəclərə gətirib tamamlamalıyıq. Yəni, bura A kvadrat tamamlayıcı vurğu gedəcək, burada A olaraq. Alırıq A kvadrat çıx 1 bölünsün A kvadrat. Mötərizəsiz qeyd edirəm, bölünsün A üstəgəl 1 bölünsün A. Birinci kəsrin sürətini düz sırasına açacağıq. A çıx 1, A üstəgəl 1 olaraq qeyd olunacaq. Məxrəcdə isə A kvadrat. Bölməni vurma ilə əvəz edirik. O deməkdir ki, sürətlə məxrəc yerini dəyişəcək. Və eyniliklə ixtisarlar aparırıq. Burada da kvadrat gedəcək. Sürətdə A çıx 1, məxrəcdə isə A ifadəsi qalacaq. Doğru cavab B variantında göstərilmişdir. Keçid alıram 11-ci test növünə. 1 bölünsün x üstəgəl 1 bölünsün y. Belə bir ifadə verilib. Vurulsun m bərabərdir 1 olarsa m ifadəsi hansı ola bilər? Yəni, verilmiş variantlardan seçməliyik. Bunun üçün biz vuruq hasil prinsipi ilə davam edəcəyik. Mötərizənin daxilində orta məxrəc x, y olacaq. Bu deməkdir ki, bura tamamlayıcı vurğu y, bura isə x gedəcək. Yəni, y üstəgəl x vurulsun m bərabərdir 1. M məchul vuruqdur. Vuruqu tapmaq üçün hasili məlum olan vuruğa bölməliyik. Yəni, 1-i bölürük verilmiş bu ifadəyə.
1 vurulsun verilmiş ifadənin tərsini yazırıq. Beləliklə m'in qiyməti x vur y bölünsün y üstəgəl x olaraq D variantında göstərilmişdir. Gəlin eyniliklə 12-ci test nümunəsinə də baxaq. M vurulsun A bölünsün B çıx B bölünsün A bərabərdir 1 olarsa m'in qiymətini tapmalıyıq. Yəni M vurulsun, orta məxrəc eyniliklə AB olacaq. Bura tamamlayıcı vurğu A gedəcək, bura tamamlayıcı vurğu isə B gedəcək. Yəni A kvadrat çıx B kvadrat bərabərdir 1 olacaq. M bərabərdir 1 bölürük A kvadrat çıx B kvadrat bölünsün AB ifadəsinə. Yəni 1'i vururuq AB bölünsün A kvadrat çıx B kvadrat ifadəsinə. Yekun cavab AB bölünsün A kvadrat çıx B kvadrat olacaq. Yəni doğru cavab E variantında göstərilmişdir. Keçid alaq 13-cü test nümunəsinə. A vurulsun A bölürük A çıx 2 üstəgəl 1 birinci mötərizəmiz bölünsün ikinci mötərizədə isə A kvadrat 2 çıx A olacaq. Eyniliklə biz deməli gəlin sizinlə orta məxrəcə gətirək. Yəni A vurulsun, orta məxrəc olacaq A çıx 2. Bu deməkdir ki 1'ə tamamlayıcı vurğu A çıx 2 gedəcək. Alırıq A üstəgəl A çıx 2 bölünsün. Burada da həmçinin olacaq A vurulsun 2 çıx A üstəgəl A kvadrat məxrəcimiz isə 2 çıx A alınacaq. Davam edək. A vurulsun 2A çıx 2. Burada isə A çıx 2'dir. Bölünsün. Biraz sadələşdirək. 2A çıx A kvadrat üstəgəl A kvadrat bölünsün 2 çıx A. Yəni əslində bax bu gördüyünüz A'nı biz burada bilərik. Bu olacaq 2A kvadrat çıx 2A bölünsün A çıx 2. Bunu yazaq vurma ilə 2 çıx A. Məxrəcdə isə gördüyünüz kimi deməli bunlar ixtisara gedir, qalır 2A. Gəlin bunu biraz da sadələşdirək. Yəni necə? Mənfini mötərizədən çıxartsam olacaq mənfi 2 çıx A. Bunu onun üçün edirik ki ixtisarlarımız geçsin. Burada da 2A'nı çıxartsaq qalacaq A çıx 1 vurulsun 2 çıx A məxrəcdə də 2A. Bu ifadələr ixtisara gedəcək və bizdə qalacaq mənfi A çıx 1. Yəni mənfi A üstəgəl 1. Bu da 1 çıx A olaraq D variantında verilmişdir. Gördüyünüz kimi belə bir deməli ifadəni də biz artıq sadələşdirdik. 14-cü misalda buna bənzərdir. Eyniliklə bir də baxaq. Üstəgəl 1 verilmiş ifadəni bölüblər 3M üstəgəl 3M kvadrat bölünsün 1 çıx M. Birinci mötərizəni orta məxrəcə gətiririk, ikinci mötərizəni orta məxrəcə gətiririk. Yəni, bura tamamlayıcı vurğu M çıx 1 gedəcək, burada 1 çıx M olacaq. Deməli, M üstəgəl M çıx 1 bölünsün M çıx 1. Birinci ifadəmiz bölünsün 1 çıx M yazıram burada. 3M çıx 3M kvadrat üstəgəl 3M kvadrat. Bərabərdir. M üstəgəl M 2M çıx 1 M çıx 1. Bölünsün. Burada ixtisarlar aparırıq. Qalır 3M bölünsün 1 çıx M. Yəni, burada biz ixtisarlar apara bilərik. Hansı ixtisarlarımız olacaq? Biz əgər onların yerini dəyişsək, yəni 2M çıx 1 bölünsün. Gəlin mənfini çıxarım olacaq 1 çıx M. Vurulsun 1 çıx M bölünsün 3M. Beləliklə bu ifadələr ixtisar olunur və bizdə alınır mənfi 2M üstəgəl 1 bölünsün 3M. Yerlərini dəyişsək 1 çıx 2M bölünsün 3M daha
doğru cevap olacaq E variantında göstərilmişdir. Və gəlin növbəti 15-ci test nümunəsinə də baxaq. Burada mötərizələr artıq yoxdur. 3 müxtəlif ifadə verilib və biz onları orta məxrəcə gətirməli olacağıq. Bunun üçün biz məxrəclərin arasında baxmalıyıq ki, hansı məxrəc daha böyükdür. Əgər birinci və üçüncü ifadələrə baxsaq, onlar birlikdə mərkəzdə olan məxrəci bizə verəcək. Beləliklə bizim orta məxrəcimiz A kub çıx 1 olacaq. Yəni, bura tamamlayıcı vurğu olaraq A kvadrat üstəgəl A üstəgəl 1 gedəcək. Bura 1 gedəcək, bura isə A çıx 1 gedəcək. Beləliklə, A kvadrat üstəgəl A üstəgəl 1 çıx 3A üstəgəl A çıx 1 ifadəsi alınacaq. Gəlin sürəti tamamlayaq. A kvadrat olacaq. A çıx 3A eləyir mənfi 2A. Mənfi 2A üstəgəl A edəcək mənfi A. 1 çıx 1 də bizdə 0 edəcək. Burada isə A kub çıx 1 qalacaq. Gəlin sürəti biraz da sadələşdirək. A-nı mötərəzə xaric çıxarsa qalacaq A çıx 1. Məxrəci isə açaq A çıx 1. A kvadrat üstəgəl A üstəgəl 1 natamam kvadrat kimi qeyd etsək, o zaman bizdə ixtisarlardan sonra sürətdə A, məxrəcdə isə A kvadrat üstəgəl A üstəgəl 1 ifadəsi veriləcək. Beləliklə, mən sizinlə bugünlərim test toplusu birinci hissədən ifadələrin sadələşdirilməsinin ilk 15 test nümunəsinə baxdım. Növbəti dərsdə bu və digər mövzuları daha ətraflı yenidən sizinlə baxacağım. Yenidən görüşmək ümidi ilə sağ olun.